Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Astroloqların proqnozlarına görə iyul ayı bəzi bürclər üçün mühüm dəyişikliklər, yeni imkanlar və uğurlu başlanğıclar vəd edir. Bildirilir ki, xüsusilə 3 bürc nümayəndəsi həm maliyyə, həm də şəxsi həyat sahəsində diqqət çəkən yeniliklərlə qarşılaşa bilər. Əlbəttə, astroloji proqnozlar elmi fakt deyil və daha çox əyləncə xarakteri daşıyır. Bununla belə bir çox insan bu cür proqnozları maraqla izləyib və yeni aya müsbət motivasiya ilə başlamaq üçün onlardan ilham alır. İlk olaraq Şir bürcündən danışaq. Astroloqların fikrincə iyul ayından etibarən Şir bürcü nümayəndələrini uğurlu və məhsuldar bir dövr gözləyir. Xüsusilə karyera və maliyyə sahəsində yeni imkanların yaranacağı ehtimal edilir. Uzun müddət göstərilən zəhmətin bəhrəsini almaq üçün münasib şərait formalaşa bilər. İş həyatında yeni layihələr, vəzifə yüksəlişi və ya gəlirlərin artması kimi müsbət hadisələr baş verə bilər. Astroloqlar hesab edirlər ki, Şir bürcü nümayəndələri bu dövrdə özlərinə inamlı olmalı, cəsarətli qərarlar verməkdən çəkinməməlidirlər. Məhz belə addımlar onların böyük uğurlar qazanmasına səbəb ola bilər. Bununla yanaşı şəxsi münasibətlərdə də müsbət dəyişikliklərin yaşanacağı bildirilir. Yeni tanışlıqlar və mövcud münasibətlərdə daha güclü bağların yaranması mümkündür. İndi isə Buğa bürcünə nəzər salaq. Astroloqlar bildirirlər ki, Buğa bürcü üçün iyul ayının əsas mövzusu maliyyə sabitliyi olacaq. Bu dövrdə gözlənilməz gəlir əldə etmək, maaş artımı almaq və ya uğurlu müqavilə bağlamaq ehtimalı yüksək qiymətləndirilir. Maddi vəziyyətin yaxşılaşması Buğa bürcü nümayəndələrinə gələcəyə daha inamla baxmağa kömək edə bilər. Bununla yanaşı astroloqlar əldə edilən gəlirin düşünülmüş şəkildə idarə olunmasını tövsiyə edirlər. Bunların uzunmüddətli və faydalı sahələrə yönəldilməsi gələcəkdə daha böyük qazanc əldə etməyə imkan yarada bilər. Maliyyə planlamasına diqqət yetirmək və tələskən qərarlardan uzaq durmaq bu dövrdə xüsusi əhəmiyyət daşıyır. Gəlin indi də Əqrəb bürcünün iyul ayı proqnozuna baxaq. Astroloqların proqnozuna görə Əqrəb bürcü nümayəndələrini yeni fürsətlər və mühüm qərarlar gözləyir. Onların güclü intuisiyası gəlir gətirəcək imkanları vaxtında görməyə və düzgün seçim etməyə kömək edə bilər. Xüsusilə maliyyə sahəsində yaşanan problemlərin həlli üçün əlverişli şərait yaranacağı bildirilir. Bundan əlavə, əvvəllər başlanılmış və ya yarımçıq qalmış layihələrdən qazanc əldə etmək ehtimalı da yüksək qiymətləndirilir. Astroloqlar hesab edirlər ki, Əqrəb bürcü nümayəndələri bu dövrdə qarşılarına çıxan imkanları diqqətlə dəyərləndirməli və tələsmədən qərar verməlidirlər. Beləliklə, astroloqların iyul ayı üçün açıqladığı proqnozlara əsasən Şir, Buğa və Əqrəb bürcləri yeni imkanlar, maliyyə uğurları və şəxsi inkişaf baxımından daha şanslı bürclər sırasında göstərilir. Bir daha xatırladaq ki, astroloji proqnozlar fərdi taleyi dəqiq müəyyən etmir və hər bir insanın həyatı öz qərarları, zəhməti və seçimləri ilə formalaşır. Siz də bu bürclərdən birinə aidsinizsə, fikirlərinizi şərhlərdə bizimlə bölüşün. Videonu bəyəndinizsə bəyənməyi, paylaşmağı və yeni videoları qaçırmamaq üçün kanala abunə olmağı unutmayın.